Son vaxtlar yağan aramsız yağıntılar dağlıq ərazilərdəki Güləzi kəndindəki torpaq sürüşməsinə səbəb olub. Sürüşmə zonası kəndin yamaç hissəsində baş verib. Təqribən dərinliyi 2-3 metr olan 65 metr uzunluğunda və 25 metr enində ərazidə torpaq çöküb. Sakinlərə məxsus həyətyanı sahələr, yardımçı tikililər uçub. Ərazidə olan yeganə təhsil müəssisəsinə aparan yolun bu hissədən keçən hissəsinə torpaq axaraq yolu kəsib. Bu yoldan ətraf kəndin sakinləri də istifadə edir. Yolu bağlayan torpaq qatı gediş-gəlişi məhdudlaşdırıb. Torpaq qatı həmçinin kəndin əsas gediş-gəliş yolunu da bağlayıb. Hal-hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11 nömrəli xüsusi təyinatlı yol istismarı məhdud məsuliyyətli cəmiyyətinin texnikası cəlb edilib. Yolun təmizlənməsi işləri həyata keçirilir. Səhər saatlarında bizə məlumat daxil oldu ki, Güləzi kəndində sürüşmə hadisəsi baş vermişdir. Qeyd etmək istəyirəm ki, həmin bu baş verən hadisə 11 nömrə xüsusi təyinatlı yol istismarı MMC-nin balansına daxil olan 4 kilometrlik avtomobil yolunda baş vermişdir və həmin ərazidə bizim 11 nömrə xüsusi təyinatlı yol istismarı MMC-nin balansındadır. Tərəfimizdən həmin dəqiqə tədbirlər həyata keçirildi və baş vermiş hadisənin nəticələri tez bir zamanda aradan qaldırıldı. Avtomobillərin hərəkəti təmin olundu tam şəkildə və bu günə kimi də tərəfimizdən bütün tədbirlər həyata keçirilir və vəziyyət nəzarətdə tam olaraq saxlanılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Quba rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri baxış keçirib. 11 sayılı yol istismarı MMC-nin texnikaları mövcud çətinliyin aradan götürülməsi istiqamətində tədbirə başlayıb. Qeyd edək ki, bundan öncə torpaq sürüşməsi 2010-cu ildə qeydə alınıb. Bu səbəbdən kəndin 189 evində yaşayışın mümkünsüzlüyündən kənd əhalisinin bir hissəsi rayonun aşağı Atuç kəndi ərazisində salınmış yeni yaşayış masivinə köçürülmüşdü. Texnika cəlb olunub. Məktəbə gedən yolun açılması davam edir. Gediş-gəliş üçün hələ ki çətinlik yoxdur. Cəmaət, məktəb uşaqları, məktəbə gedib gələn işçilər rahatça gedib gəlirlər. Aydın Adgözəlov bugün informasiya proqramı üçün.